Şəhərimizi belə bir gözəl meşəlik, təbiət, çayın yanında körpüdə insanlar üçün tasarlanmış, sırf insanlar və velosiped sürənlər üçün tasarlanmış bir körpüdə açırıq. Buradan gələcəyik gözəl bir məkan Uqruzinə. İllərdir sıxdığım, yemək istədiyim, dadına baxmaq istədiyim o məkan. Gəlirəm. Bugün o gündür. Sənə heç olmayan qədər çox yaxınam Uqruzinə. Yiyəcəm bütün yeməkləri. Heyecanlıyım. Yükseldim. Bura gələndə yüksək değildim, yükseldim. Lülə bu arada gözlədiyimdən daha fərqli dizayndadır. Mən Bakıda öyrəşmişəm ki, lülə biraz daha smooth olsun. Burada bayağı yani o el izi hiss olunur lülədə. Uşaqlar, məkanımıza gəldik. Qiymətlər biraz bahalıdır. Mən sizə menünü indi qoyacağım. Şəkildə hal-hazırda bütün menünü görürsünüz. Gördünüz, lülə kebab 1 pors 26 manat. Pirzola 4 ədədi 32 manat. Yanında közlənmiş tərəvəzlər pulsuz, lülə kebabın yanında ekstra olaraq lavaş verirlər. Sumaq salatı zakaz verdik. Çox qəşəng iyləri, çox gözəl görünür. Frixo kompotu da yanında möhtəşəm bir şey. Sadəcə bir şey deyə bilərəm ki, məncə sanki bir balaca daha qızarda bilərlərmiş həmin bu pirzolaları, elə deyə bilərəm. Möhtəşəm. Bax bu. Axtardığım həmin o ləzzətdir. Lülü kebabı. Sizin üçün tez bir şəkildə buna dadına baxmaq istəyirəm. Salat çox qəşəng görünür. Nar sosunda sumaq salatı. İdeal. Ama 10 manata değer mi? Onun için siz qərar verəcəksiniz, mən yox. İnanılmaz bir sunumluğu var. Çox qəşəngdir. Bildiğin kebab yeyirsən. Əlbəttə ki, bildiğin kebab yeyirsən. Bunu nəyə görə deyirəm? Çünki Avropada siz çox da belə dadlı kebablar tapa bilmərsiniz. Verdiğim qiyməti hal-hazırda düşünürəm ki, dəyər və mən ekstra şeydə zakaz verməyi düşünürəm, amma baxaq görək Əkbər nə düşünür. Parmaq yalatan lezzət. Çox juicy'dir. Pambıq çörəklərimizdə gəlir. Ucuz olar məncə. Bunun arasında yağ nə gedər, bal mı? Yağı, bal. Oğlum nereye çekiyor? Bakı lüləsindən fərqlənir. Daha ədviyyatlıdır, amma gözəldir. Bu da gözəldir. Özüdür. Juicy. Ne olmaz. O kadar qəşəng idi ki. Bir tane de lülə, bir tane de quzu kebabı verdik. Yeməklər çox dadlıydı, həqiqətən. Düşünülə bilər ki, Azərbaycanda da yeyilə bilərdi bunlar, amma mən deyirəm ki, şəxsən bu sululuqda, bu dadda Azərbaycanda yeməmişdim belə kebab. Ləzzət elədi. Verdiyimin hər qəpiyinə dəydi. Bunu necə izah edeyim bilmirəm, amma bu dəqiqə arım ağzımda patlıyor da suyu axır ağzımda. Gel. Oğlum mən Əkbər kimi mədəni olmayacağım, direkt əlindən girişəcəm.
inanılmaz bir sululuq var. Çox möhtəşəm. Həqiqətən deyirəm, sərt deyil, yumuşaqdır, qızarıb, suludur. Yəni belə qəşəng pişmiş bir kebab üçün Bakıda yediyimi belə mən xatırlaya bilmirəm. Yəni belə bir şey yemişdim Bakıda yoxsa yox, bilmirəm. Çox yaxşı, çox başarılı. Bayağı iyiymiş. Bayağı. Donuruq, restorandan çıxdıq, amma donmağımıza baxmayaraq bu notu mən keçmək istəyirəm. Mətbəxə getdik, mətbəxə yaxınlaşdıq ki, bir çox sağ ol deyə. Çünki bilirdim ki, orada Azərbaycanlılar işləyir. Bir salam verdim, təşəkkür elədim. Hamısı belə, çox sağ ol qardaş, çox sağ ol. Bildiyin mətbəx 90% hamısı Azərbaycanlı idi. Hamısı Azərbaycanlı qardaşlar. Gürcüstan Azərbaycanlısı idilər. Yəni qürur duydum. Əla bir şeydi. Təşəkkür elədik. Əllərinə sağlıq. Həqiqətən bu videonu bəlkə izləyərlər. Yəni super idi. Həqiqətən əllərinə sağlıq. Bakıdan olan aşpazlardan daha yaxşı kebab eləməyi bacarıblar. Həqiqətən də özü dişi var. Düz sözdən. Gözəl bir təpəliyə gəlmişik, hansı ki, bura nə adlanır? Üç xaç. Əkbər bəy, hekayə nədir? Vaxtında əfsanəyə görə orta zamanlarda, orta çağ deyəcəyimiz zaman 3 dənə keşiş belə deyək, paqan Litvanlılar tərəfindən öldürülüb. 3 dənəsi çarmıxa çəkilib, qalanı da atılıb çaya. 3 dənə demək deyirsiniz? 3 dənəsi çarmıxa, 3 qalanı atılır. 9 dənə keşişdən. Orasını səhv dedim onda. Onun orasını səhv. 9 keşiş var imiş, 3'ü çarmıxa gərilib, qalanı çaya atılmış paqan Litvanlar tərəfindən. Əziz tamaşaçılar, hal-hazırda 2D kafedəyik. Verdiyimiz zakaz Red Velvet Cake, məşhur bir keykdir, gözəl olacaq dadı. Yaşlı çay və bura məxsus olan Acorn Coffee. Çay, kofe qarışıq, südlə servis olunur. Litvaniyaya xas bir şeymiş. Qiymət olaraq hamısına birlikdə 9 euro, yəni 18-19 manat pul verərik. Görə necə bir şeydir. Standart velvet. Mən bu günə qədər bu dadı necə hiss eləməmişəm. Bəyəndiniz? Möhtəşəm. Allah, yaşadıq mı? Wait Süd, kofe, çay. Süd, bal, yumurta. İlk dəfə sınadım. Acorn Coffee. Sənə deyə bilərəm. Eve gidip ne inirsiniz? Cappuccino alırsınız, yarısını içirsiniz, üstüne su doldurursunuz. Oldu Acorn Cafe, dadı eynidir. Ben ne yalan diyeyim, çok çay dadı hiss eləmədim. Süt, su ve kofe dadı hiss edirəm. 2 günlük Litvaniya, Vilnius turu artık bitti. Ev 130-120 manat 2 gün üçün. Gediş gəliş təyyarə bileti 70 manat. 75 manat və bizim burada xərclədiyimiz pullar isə orada gedib yediyələdiyimiz bunlar hamısı birlikdə eləsin 200, 240, 250 manat toplamda beydimsə 500 manat maksimum 450 manat pul xərclədik və ən son evə gəldik marketdən aldığımız şeylər. Düyümüz 200 qram düyü. Bu hətta Özbək plovuna oxşur, amma Özbək plovu deyil. 3 manat qiyməti var bunun. Ballı tort. Birazdan bu söhbətə girişəcəyik ballı tort söhbətinə. Litvaniya həqiqətən də bizim damaq zövqümüzə uyğun bir yerdir. Yəni mən bunu deyə bilərəm. Yəni Polşada qalan bir insan üçün bura çox daha belə Azərbaycan damaq zövqünə uyğundur. Çünki post-sovyetik bir ölkədir. Marketdə Napolyon tortu, ballı tort, nar suyu, ayda nə bilim də nə deyim, çox gözəl Azərbaycan restoranları. Bugün olduğumuz Uqrizina, Gürcü Azərbaycan restoranı çox əla idi. Sonrasında tərxunu, duşesi, yəni bir sözlə deyim, çox daha bizə uyğun bir dadlar var idi burada, elə deyə bilərəm. Son aldığımız bir digər şeylər isə nar suyu, breakfast üçün pendir, burada bizim bir brownimiz var və mənim peraşkiyə çox oxşatdığım bir məhsul var burada. Bunun mən dadını sizlə birlikdə indi sınayacağım. Bumbuzdur.
Bombuzdur amma olsun. Toyuqludur. Peyəşkiyə çox oxşar bir ləzzətdir. Məhz bundan bəhs eləyirdim. Litvanın necə oxşar ləzzətlərlə dolu olduğunu deyirdim. Bu da ona əlavə olundu. Litvadan böyük gözləntilərimiz yox idi, amma əyləndik. Yəni niyə bura gəldim demərəm. Bir daha da gələrəmmi, onu da bilmirəm. Amma əyləndiyimə əminəm və produktlar məhsul olaraq, yəni qida məhsulu olaraq buranı daha çox bəyəndim və o bir tık belə deyim üzdü. Çünki Polşada yəni çox azdır. Bizim istədiyimiz növlər azdır. Ümumən 10 üstündən Litvaya puanım hər şey daxil 8. Bəli canlar, mən də Əkbərə qatılıram. Ümumiyyətlə bura bir də gələrdimmi bilmirəm, amma gəldiyimə peşmanam mı? Yox deyiləm. Yeməkləri və bizə uyğun olmağını düşünəndə qiymət olaraq da bahalı deyil. Mən deyərdim ki, elə mən də 8.5 falan vermək olar. Xalı hardan kəsirəm? İşte şəhərin çox da elə görülməli belə monument, belə möhtəşəm binalar falan olmadığına məsəl üçün bir xal kəsmək olar. Bir də çox yollar belə-belədir. Yəni çox təpəliklərdir, yormaq insanı çox yorur. Yollar da ki piyadalara çox da belə əlverişli deyil ara yollar. Oradan bir xal kəsmək olar. Amma Litvaniya o qədər də pis deyil idi. Bugün sizinlə birlikdə Litvaniyada, hətta bugün yox, dünən və bugün dünyaları yedik. Sağ olun.